Əvvəllər maraqlanmışam, amma belə informasiyam yoxdur. Excel falan dərsləri almışam, amma, yəni tam detallı yox. Okay, bəs siz tələbəsiz yoxsa necə? Yox, bitirmişəm. Tamamdır. Dərsimizdə istəyirsiniz, yəni dinləyərsiniz, baxarsınız nə iş keçir, sizə uyğun olsa feedbacklərinizi almaq istəyərəm. Hayır. Mən ekranı paylaşım, Zümrətam, siz də və digərləri tasklarla bağlı və sair nəsə sualınız varsa başlayaq. Bəli. Neçənci taskda sualınız var idi? 7-ci taskda. Təcrübədə Maaşı öz departamentin orta maaşından çox alan işçiləri göstərin. Task 11-dəki tapşırıq. hansı task idi? Bir də təkrarlaya bilərsiniz? 7-ci task idi, oxuyun istəyirsiniz taskı. Maaşı öz departamentin orta maaşından çox olan işçilər. Bəli. Yazmağa çalışdım, average-dən istifadə eləyirik o heç. Bir də burada da join-dən istifadə eləməliyik. Bu taskı kim seçdiyib? Heç kim tasklara baxmır, yoxsa? Salam, mən tasklara baxanda axırıncı dəfə bu task yüklənməmişdi, sonra da baxmamışam. Ona görə heç birini işləməmişəm. Bu taskın əslində qarşıda keçəcəyi subgeri dərsimi biraz subgeri ilə əlaqəlidir, join ilə əlaqəli deyil. Subgeri də bizdə select daxilində select, yəni alt çoxluq kimi yerlərin yazılmağıdır. Əgər sizə bunu saxlayaq, subgeri dərsində bu sualı geri dönərik. Yəni bunlarla bağlı task işləyirik. Burada join ilə yaza bilməyəcəyik, çünki buradakı cədvəldən istifa istəməyib. Daha çox employees cədvəlin özündə hər departamentə görə orta maaş istəyir. Yəni burada şərt verəcəyik. Məsələn, tutalım biz necə deyirik? Maaş, məsələn, Leylanın maaşı 4000-dir və həmin onun işlədiyi departamentin orta maaşından çox olan işçiləri göstərmək lazım olacaq. Yəni tutalım biz data analitik, yəni HR departamentində işləyirik. Onun daxilində vəzifələr var. X bir adam 4000 alırsa və həmin komandada 10 nəfər varsa, onun ortalaması tutalım 5000-dirsə, biz onu həmin adamı 4000 olaraq nəticə qaytara bilmərik. Çünki ortalamadan daha çox maaş alan insanlar çıxmalıdır. Bu əslində subquery-də yazılır. Başqa bəs tasklarla bağlı Səkinə xanım səhv etmirəmsə dedi. Mənim başqa da suallarım var. Bəs digərləri baxıb heç? Mən yazmışdım hamısını. 1, 2, 3, 4 dənə sualım var. Bu digərləri hansıdır? Yaza bilmədiklərim. Bəli. Task 9, 10 oxşar idilər biraz ona görə. 18, 22. 19 da 18-ə oxşar idi, orada da şübhəli qalmışam. İki mənə də sual var.
9-cu şərti nədir? Bir daha deyə bilərsiniz? Bəli. Bir dənə. Self-join istifadə edərək işçi adı və menecer adını çıxarın. Self-join cədvəli özünə birləşdirir, amma işçi adını və menecer adını, ID-sini daha doğrusu çıxarmaq üçün. Əslində biz bunu keçən dərsdə qeyd elədik. Gəlin yenidən yazaq. Burada artıq join istifadə edirik. Self-join özündən. Self-join. Dərsin rekordunu izləmişdik. Bəli, dərsin rekordunu izləmişəm. Orada yine qeyd etmişdik ki, bir hissədə məsəl üçün self-join istifadə edəmirik. Yəni siz heç bunu yazmağa çalışmışsınız yoxsa necə? Yəni üzərində düzəliş edək yoxsa sıfırdan yazaq? Yox, sıfırdan yazaq. Self-join-i Tamam. başa düşməyəcək. İlk olaraq bu cədvəlin özünü özü ilə birləşdirməlidir. Və biz dedik bu nə zaman lazım ola bilər də? Yəni niyə biz bir cədvəli özü ilə birləşdirək? Burada artıq məsələn bu tip кейslərdə bizə lazım olur ki, biz self-join-dən istifadə edək. Yəni həm işçinin, həm də işçinin öz meneceri. Yəni birinci biz employee cədvəlinə baxaq görək. Orada manager name, işçi name var, yəni employee name var ya yox. ID var da, yoxdur, ad yoxdur. Səhv eləmirəmsə. Bəli. Burada var first name, last name var. Bir də manager ID var. Gəlin elə burada ulduzun yerinə bizə lazım olanları çıxaraq. Employee ID-ni çıxardaq. First name-i çıxardaq. Və manager ID-ni çıxardaq. Yəni bu üç sütunu gərək və onun üzərinə gedək. İndi biz bu üç sütuna baxırıq. Baxaq ki, employee ID var, first name var, manager ID var və ilk sətrə baxırıq əslində məntiq olur. İlk sətrə baxırıq. İstəyirdik ki, əslində manager kimdir? O da işçidir. İşçi də kimdir? Yenə işçi. Hər bir şirkətin işçisidir. Sadəcə vəzifə olaraq manager işçidən daha bir üst vəzifədir. Yəni bizdə iş yerində, ümumiyyətlə şirkətdə struktur necə? Birinci rəhbər vəzifədə şəxs gəlir, daha sonra onun aşağı vəzifədə lead və daha sonra komanda üzvləri gəlir, düzdür? Amma yenə də biz nə deyirik? Menecerin də bir rəhbər var, şirkət direktoru və s. və axır. Yəni menecerin özü də bir işçidir. Və biz burada əslində biraz məntiqi tutmalıyıq ki, məsələn, employee ID nədir? İşçinin ID-sidir. First name nədir? İşçinin adıdır. Manager ID nədir? Yenə işçinin ID-sidir. Baxaq, məsələn, first name-də Steven adında işçi var. Onun employee ID-si 100-dür. Onun meneceri yoxdur. Çünki qabağında 0 yazır. Deməli, bunun meneceri yoxdursa, Steven özü menecerdir. Yəni, onun heç bir rəhbəri yoxdursa, demək ki, Steven adında işçi elə özü rəhbərdir. Rəhbər vəzifəsində bir şəxsdir. Deyək tutalım ki, bu rəhbərdir. Məsələn, belə düşündük. İndi bunu aydınlaşdırmaq istəyir, doğrudan bu rəhbərdir ya yox. Gəlirik aşağı düşürük. Nina adında ikinci bir işçimiz var, onun ID-si 101-dir. Və bunun menecerinin ID-si 100-dür. Biz təzdən qayıdıq. Əgər bunun menecerinin ID-si 100-dürsə və menecer ID-miz employee ID-yə bərabərdirsə, deməli, menecer ID-si 100 olan, yəni employee ID-si 100 olan işçinin adı nədir? Steven'dır. Deməli, Nina'nın rəhbəri Steven'dır. Və biz buradan da ilk sətirdə düşündüyümüz fikir düzdür ki, Steven rəhbərdir, onun işçisi var, Nina'dır. Aşağı baxırıq Lex-də. Nina ilə Lex eyni departamentdə işləyir deməli, onun rəhbəri Steven'dir. Yəni, bunların ikisinin də rəhbəri Steven'dir. Və indi bunu Kerry-də yazaq ki, biz bunu necə başa düşürük? Yəni, düşündüyümüz şey doğrudur ya, yanlışdır. Yəni, gəlin yazaq. Select ulduz from HR employees edirik və alias veririk. Daha sonra join yazıram. HR employees ilə birləşdirirəm, yəni self-join edirəm və buna da Y1 alias verirəm. Daha sonra buna 10 şərt verirəm. Hansı üstünlarım oxşardır? Y.employee ID ilə Y.manager ID bir-birinə bərabərdir. Dedik, ikisi də işçinin ID-sidir. Y.manager ID elədik.
Bura qədər aydındır. Bəli, aydındır. Okey. İndi biz ulduzun yerinə yazırıq. Həm işçinin adı, həm də menecerin adını görmək istəyirik, düzdür? Birinci yazırıq y nöqtə first name, yəni işçi adını as manager name eləyək. Yəni birinci invoice-dən gələn ad menecerin name olsun. İkinci invoice cədvəlindən gələn ad işçinin adı olsun. Biz belə demək istəyirik. As emp name yazıram, yəni işçinin. Və bunu join edirik. Gəlin baxaq. Mənə bir şey qaranlıq qaldı ki, biz orada E'nin yəni employee cədvəlinə E adresi verdiyimiz employee ID ilə tezdən E cədvəlinə birləşdirmişik menecer ID sütununu. Orada el olmalı deyildimi? Düzdür. Ona görə error verir. Burada baxın, errorumuzun səbəbi də odur ki, yəni biz düzgün eləmirik. Çünki hər iki cədvəlin ortaq sütunu olmalıdır. Amma yenə baxın, nasıl error verir. Y nöqtə first name, Y1 nöqtə first name. HR nöqtə HR nöqtə invoice. Baxın. Məsələn, biz bayaqları indi Steven, Nina, ikinci adı unuttum. Lex idi adı. Aha, Lexlər Nina Steven'in işçiləri idi. gəlin indi baxaq. Bu menecer neyimdir? Bu da işçilərin adı. Gəlin Steven adında işçini tapaq, meneceri tapaq. Məsələn, burada var, bu Gerald'dır. Bu, yəqin ki, həmin departamentdə fərqli bir adamdır. Bir də gəlin uşaqlarda olmaz. Steven həm Elleninin, həm də Nina'nın rəhbəridir. Baxın, burada da çıxır. Yəni, bu ikisi işçidir, bu isə rəhbərdir. Hətta deyə bilərsiniz ki, bunu necə dəqiqləşdirək? Bunlar doğrudan da eyni departamentdə işləyir. Bunlar həmin departamentin işçisi, bu da həmin rəhbərdir. Biz burada istəsək, bunu departament cədvəlindən də join edə bilərik. Bilək ki, department name-i tapaq. Gəlin bunu da yapaq. Məsələn, mən həmin cədvəli özünə birləşdirdim, self elədim. Daha sonra mən istəyirəm inner join eləyim, department name-i də tapaq. O zaman gəlin bura d.department name yazaq. Department name. Daha sonra yenidən join eləyək. Məsələn, HR department cədvəlinə. Orada deyək, 10 verək. D.department ID ilə D.department ID yazaq. Verək bizə department name verir ya yox. Məncə verməlidir. Yəni biz ən aşağıda tapmışıq da bunlar. Bax. Biz dedik ki, Nina ilə Eleni düşünürdük ki, eyni departamentdə işləyir. Niyə? Çünki onların bir rəhbəri var, Steve. Və gedirik department name-ə də baxırıq ki, onlar executive departamentində işləyir. Doğrudan da eyni departamentdə işləyirlər. Ona görə onların rəhbəri Steven'dır. Aydın oldu bu. Biz self-join-i niyə istifadə edirik? Bəli. Başqa kimsə buna bağlı soru var? Bir də 22 var. 18-lə 22. 18-lə 22. Bəs sevdiniz 9-la 10 idi səhv eləmirəmsə. Bəli, 9-la 10 ikisi də oxşar idi. Elə orada deyir ki, eyni departament işləyən yəni self-joinlər göstərir. Bu da 9-a oxşar. Demək olar ki, məsələn, biz elə burada Nina ilə Eleni göstərərək göstərdik ki, eyni departamentdə işləyən cütlüklərdən biridir. Şimdi siz bunu özünüz tartib yazarsınız ki, belə məsələn, bu кейsi daha yaxşı başa düşmək üçün. Əgər sual olsa deyərsiniz. 23 sualını
Bir də deyirsiniz 18 dediniz. Bəli. 18 məcbur olan işçilərlə normal employee ID-lərini intersect istifadə edərək müqayisə edilir. Bəli. Okay. Intersect ortaq olanları çıxardır. Yəni biri işçi həm employee, həm də menecer olsun. Onu çıxartmaq istəyir. Əksərən bu da subker ilə yazıla bilər. Əslində bir növ subker ilə 2 dənə fərqli query yazılır. Daha sonra bunu intersect eləyə bilərik. Bunu saxlayaq dərsimiz üçün, gələn dərsimiz üçün. Oldu. Bugün 22 hansı gün? Bəli. Employee cədvəlinin özü ilə join edərək eyni menecer sahibçilər tapılır. Bəli. Bu belə self join olacaq. Bunu da şu kiminsə sual təsvirlə bağlı. Okay. Mən belə baxmışım, heç bir sualı yoxdur. O zaman bugün yeni dərs keçəcəyim. Yeni dərsimizdə analitik funksiyalarla bağlıdır. Biz funksiyaları keçəndə biz demişdik ki, bizdə 3 cür funksiya var. Onlar hansılardır? Grup, tag, bir də bu analitik. Aha. Yəni single row function, qrupa, agregat function, bir dənə Agregat. single row funksiyaları nələr idi, hansıları idi? Hatırlayaq. Substr, instr. Aha. Substr nə edirdi məsələn? Daha çox tekstlərdə istifadə olunur kəsmək üçün. Kəsli şey. Hər hansı bir indeksdən başlayırıq, istədiyimiz hər hansı bir indeks qeyd olunur və ora qədər kəsir. Məsələn, mən deyirəm ki, işçinin ad və soyadını çıxardım, amma axır nəticə belə görünsün. Bunu necə yazacaqsın substr-ni? Bir dənə düşünək. Substr-lə Select yazıb, substr yazıb, first name yaza bilərik və sonra birdən başlasın, elə birdə də qutarsın. 1,1 yazacağıq. Sonra da onu Hətta əlavə olaraq da concat funksiyası yazmalıyıq ki, kankatla birləşdirək. işlə bilərik. Okay. Gəlin dediyiniz yazdım. Select yazdım, substr-dən istifadə elədim. Deyirsiniz ki, first name yazaq. Daha sonra -1,1. 1 nə Yəni birdən deməkdir? başla. Birincidən başlayıb bir dənəsini götürmək. Aha, əla. Sonra dediniz concat funksiyası. Concat funksiyası nə edir? Bir dənə cifət. Aha. Dırnağın içində nöqtə. Bir dənə birləşdirəcək. Çünki bir dənə, 2 dənə də düz xətt. Əla. Bir də first name. Last name üzr istəyirəm. Bu nə üçün? Gəlin baxaq. Oradan da istədiyimiz nəticəni alırıq. Adlar qısalır, soyadlar qalır. Əla, çox sağ olun. Okay, dedik substr var, instr var. Başqa hansı funksiyalarımız var?
Face var, translate var. Əla, başqa? Print funksiyaları da deyə bilərik. Qutar məsələn. Aha. Struct var idi. Round var idi. Bəli, months betweens də var idi. Bəli. Next day, last day var idi. Əla. Gözəl. Demək bu funksiyalarımız var idi. Bunlar bizə nəyə kömək edir? Tək sətirdə tək funksiyadan istifadə edərək tək nəticənin alınmalı idi. Aqreqat funksiyalar nə edirdi? Qruplaşdırırdı və bizə istədiyimiz nəticəni alırdı. Hər departamentə görə tutalım, ortaq maaşı, ortalama maaşı, maksimum maaşı və s. çıxarda bilərdik. Aqreqat funksiyalar isə hər ikisinin funksiyasını özündə daşıya bilər. Necə? Məsələn, aqreqat funksiyalarda biz count yazandan sonra yanında vergül işarəsi qoyub, adi departament ID yazsa, bu bizə nə verir? Nəticə qaytarır. Niyə gec cavab veririk? Mən sualı tam anlamadınız məsələn. Məsələn, select, count verilir. Count, employee ID yazıram məsələn. Daha sonra deyirəm, bu department ID olsun məsələn. Mən from HR employees yazıram. Mən aqreqat funksiyada belə yaza bilərəm ya yox? Orada group by'da yazılmalıdır. Hər qrup və s. Aqreqat funksiya. Nəyə görə verirdik? Çünki qruplaşdırmaq lazımdır. Departament adını. Şeyinə görə. Məsələn, veririk qrupaya. Qrup by get ID əsasına. department. Nə Ay. üzrə qruplaşdırmaq istəyirsə ona görə. Bizdə analitik funksiya isə buna kömək edir ki, onun bir sintaksi, məsələn belə, maksimumsalarını tapmaq istəyir. Amma maksimumsaların yanında həm də ulduz işarəsi. Deyir ki, mən bütün cədvəli görürəm, həm cədvəl üzrə maksimumsalarını da tap. Amma bunu qruplaşdırmır. Yəni hər ikisini eyni eləyə bilər. Amma biz məsəl üçün burada count, burada da ulduz yazsın, bizə error qaytaracaq. Aqreqat funksiya buna icazə vermir. O deyəcək ki, gəl qruplaşdır. Amma biz analitik buna kömək edir. Necə kömək edir? Gəlin sıfırdan başlayaq. Analitik funksiyalarımız var. Maksimum, minimum, sum, average, count. Bunlar bizə aqreqat funksiyalardan tanışdır. Onları fərqləndirən nədir? Sintaksis fərqi var, məntiq fərqi. Məsələn, biz select yazdıq. Maksimum salarını burada görürsünüz. Maksimum salarını görəndə avtomatik deyək ki, bu aqreqat funksiyadır. Amma bunun davamında görürük ki, over və mötərizə. Bu artıq bilirik ki, bu data analitik funksiyalardır. Necə başa düşürük? Məsəl üçün, biz buraya yazırıq select və y.alias vermişik, y.ulduz yazırıq. Deyirik ki, bütün cədvəli görək. Daha sonra deyirik ki, maksimum salarını tapaq, over nəyə görə? Buranın mötərizənin ki, boşluq ola bilər. Mötərizənin içində ifadə də ola bilər. İndi o baxır stasiyaya. From HR employees deyirik. Gəlmir. Baxın, bütün cədvəl çıxır. Bütün cədvəl məlumatları, employees olduğu bütün məlumatlar. Və yanında da bu bizim analitik funksiya. Aqreqat funksiya nəyə gedirdi? Gedirdi, tapırdı, bir sütun qaytarırdı. Və yaxud da ki, verir. Yəni, select ilə from arasında nə yazırdıqsa, həmin sütunları qaytarır. Analitik funksiya isə bizə cədvəli verir, paralelində də bizə lazım olan maksimum salarını qaytarır. Cədvəl üzrə maksimum salarımız 24.000-dir. Bunu order by eləyib, descending eləyib də tapa bilərik ki, 24.000-dir doğrudan da. Və maksimum saları gedir, yəni cədvəl üzrə ən çox maaşı gedib tapır və bunu bütün sətr üzrə yazır. Yəni, bu təkrarlanır. Aqreqat funksiya maksimum salarını tapıb dayanırdı. Yəni, bir sətr qaytarır. Bu isə bütün cədvəli bizə qaytardığı üçün hər sətr üzrədə eyni nəticəni qaytarır. Və 24.000 təkrarlanır. Daha sonra, məsəl üçün, bunun içi boşluq olanda o qaytara bilir. Onun içində ifadə də ola bilər. Məsələn, yazmışıq select, yenə bütün məlumatlar, maksimum saları, over. Burada görürük ki, partition by department ID yazılıb. From HR employees. Hadi gəlin buraya qoyuyorum. Partition by bir növ aqreqat funksiyada sonunda group by yazdığımız mənasına verir. Deyir ki, partition by department ID. Bu ilə deyir ki, get maksimum salarını tap, bütün cədvəl məlumatlarını qaytar.
Amma departament ID-yə görə qruplaşdır. Yəni partition by bir növ qrup by'dır, amma analitik funksiyada bu partition by kimi yazılır və mötərizədə over ifadəsinin yanında. Yəni baxaq buradakı fərq nədir? Məsələn, yenə bütün cədvəldə məlumatları qaytarır, çünki biz onu burada istədik ondan. Yaxın getdik. Bu geridə. Bütün uzun məlumatları istədik. Dedik maksimum salarini tapsın və hər departamentə görə. Baxın, məsələn, buradakı departament ID 10'dur və departament ID-miz birdən, yəni ID-si 10 olan departament ID birdən olduğu üçün. Gedib onu hər departamentə görə maaşını bayaqları biz ancaq maksimum maaşı tapmışdıq, 24.000 olan. İndi departamentə görə tapmışıq. Hər departamentin maksimum maaşını çıxardır. Yəni burada departament ID-si 10 olanın gəlib qabağına ancaq 4400'dür. Yəni bunun ortalaması, maksimumu, minimumu ancaq 4400 olacaq. O qaytardır. Gəlin baxın 20 var. 2 dənə təkrarlanır. Deməli bu bir departamentdə 2 işçi var. Deməli 2 fərqli maaş alan var. Biri 13.000 alır, biri 6.000 alır. Gelir o maksimumu tapır 13.000, gəlir ikisinin qabağına da 13.000'i yazır. Daha sonra məsələn baxaq, 30-cu departamentdə yəni 2-3-dən çox adam işləyir. 1, 2, yəni 1, 2, 3. Qaldıra bilsək yaxşı olur. 1, 2, 3, 4 məsələn. Yəni xeylan var. Gəlin departament ID-si 30 olan departamentin maaşlarına baxaq. 11.000, 3.100, 2.900, 2.800, 2.600 nəsə belə azalır. Artıq 2500'də dayandı. Biz də maksimum belə alanı istədiyimiz üçün o gedir 11.000'i tapır və bütün yəni ID-si 30 olan departamentlərin qabağına həmin departamentə görə maksimum maaşı qaytarır 11.000. Bura aydın oldu. Bəli, amma bir dənə bir şey soruşa bilərəm. Burada query-nin sonunda niyə əlavə E yazmışıq? Necə? Query-nin sonunda əlavə bir də E yazmışsınız kiçik hərflə. Yazdım. Hə. Join yazaraq. Bunu burada da yenə ulduz yazmışım. Yəni cədvəlin məlumatı yenə də salonda cədvəlində salarıq. Bildim. Okay. Deməli biz bu mötərizənin içində partition by yaza bilərik. Bu bir növ qrup by məntiqi ilə işləyir. Əlavə olaraq məsələn order by yaza bilərik. Heç nəsiz, yəni partition by və s. order by yaza bilərik. Order by bizdə nə edirdi? Sıralayırdı. Çoxdan Bəli. aza və yaxud azdan çoxdan vermirdi. Məntiqdir. Order by-də burada default olaraq necə qəbul edir? Azdan çoxa doğru. Aha, Nəslik olaraq. sending olaraq qəbul edir. Bəli, azdan çoxa. Deməli biz bunu da run eləsə baxaq görək. Burada da deməli biz order by eləmişik yenə departament ID-yə görə. O gelir məsələn. Yenə buradakı sıralamanı eləyəcək. 10, 20, 30 belə artacaq. Yəni azdan başlayacaq və daha sonra 40 var, 50 var, 80 var. Bunu descending eləsək də çoxdan aza gedəcək. Deməli birinci 0 olacaq, sonra 110, 100 və s. aşağı düşəcək. Daha sonra burada bu max və minimum olanları. Bir də var məsələn sum. Sum da eyni məntiqdir. Yenə də maaşı cəm eləyib. Məsələn, burada artıq həm partition by var, həm order by var. Deyir ki, gəl order by desk yapaq. Həm də fərqlilik biraz görək. Deməli, büdcədən bütün məlumatları çıxır. Maaşın cəmini tapırıq. Və partition by eləyir, qrup by eləyir departament ID-yə görə, order by eləyir departament ID-yə görə və çoxdan az eləyir, yəni sıralayır. Bunu HR nöqtə eləyirik və baxırıq. Yəni, bütün məlumatlar çıxır, olduğu kimi biz gəlirik ən sona istədiyimiz nəticəni tapırıq. Samsaları deyir. Məsəl üçün, bayaq dedik ki, 10-cu departamentdə, departament ID-də
Maaş, yəni işçi bir olduğu üçün onun aldığı maaş 4400-dür. Və ona görə deyirik ki, biz bunu burada maaşın cəmi də, minimumda, maksimumda, ortalaması da eyni maaş çıxacaq. Çünki bir işçisi var və bir maaş alan var. Onu heç nə müqayisə edib tapa bilmərik. Çünki biz hər departamentə görə baxırıq. Amma məsəl üçün 20-də sam demişik, düzdür? Burada 13.000 üstünə 6.000 gəlir. Çünki bu 20 yalnız 2 departament, yəni bir departamentdə 2 işçi var. Onun ikisinin maaşının cəmi gəlir tapır və həmin departament üzrə ancaq onun qarşısına yazır. Məsələn, 30 departament 30-da, yəni 30 olan departamentdə 11.000 var, 3.100, 2.900 və s. beləxır gəlir ən son dayanır 2.500-də. Və onun hamısının cəmini toplayır, edir 24.900 və aidisi 30 olanların qarşısında, hamısının qarşısında 24.900 yazılacaq. Və eyni məntiqdir. Average də eyni gedəcək, yenə ortalamasını tapacaq və s. Analitik funksiyalarımıza yəni bizə kömək edir ki, bu həm bütün sətirləri tapaq, həm də ki, istədiyimiz aqreqat funksiyadan istifadə edir. Daha sonra analitik funksiyalarda bir neçə xüsusiyyət var. Məsələn, lag funksiyanız var, bir də lead funksiyanız var. Bu ikisi əslində bir-birinə əks funksiyadır. Məsələn, biz select y.ulduz yazırıq bütün məlumatları tapmaq üçün, sonra lag salary yazırıq və order by department eləyirik və buradan çıxmışıq salary. Yəni deyirik ki, elə bil ki, özündən bir addım gerini hesablayacaq. Necə? Yəni gedir burada maaşı tapır, bu salaryini götürür və sıralayır departament ID-yə görə və deyir ki, özündən sonraki maaşdan əvvəlkini çıx. Buradakı minus salary, məsəl üçün buradan 4 çıx 2 eləyəndə hansı məntiqdir? Yəni 4-dən 2-ni çıxırıq. Burada da eynidir. Buradakı bu bir anlayışdır. Bu elə bir ki, salarydir, gedir salaryini tapır. Və öz salarydən əvvəl, yəni salarynin öz sətrindən əvvəlki bir sətri tapır və gedir normal salarydən bunu çıxır. Yəni cədvəldə baxaq, daha olsun. Baxın, gəlirik salaryyə. Bir bu salaryyə baxırıq, bir də lag salaryyə baxırıq. Yəni mən hətta bu ulduzu yazdıram, ancaq burada şeyə görə. Y.nöqtə salaryyə görə. Baxın, bu cədvəlin öz marş sütunudur. Bu da bizim lag istifadə etdiyimiz sütun. Deməli, birinci 4400 gəlir. Özündən sonraki gəldiyi üçün 0 yazılır. Yəni özündən əvvəl 4400-dən əvvəl heç nə olmadığı üçün bu birinci sətr 0 düşür. Daha sonra ikinci sətrə baxırsınız, mənfi 8600-dür. Niyə? Çünki 4400-dən 13000 çıxır. Elə bil ki, balaca ədəddən böyük ədədi çıxdığı üçün bu artıq mənfidir. Yəni mənfiyə düşür. Yəni buradan bunu çıxır. Niyə? Çünki biz buna dedik ki, get salaryini tap, özündən əvvəlki salaryini çıxsın, maaşı çıxsın. Heç maaşı çıxmasın. Gəlin hələ birinci özünə baxaq, belə başımız gəlir. Bu normal cədvəlinin marş sütunudur. Bu isə analitik funksiya elədiyimiz sütundur, istifadə edilmiş. Baxın, 4400-dür. Burada 0 düşür. Sonra 13000 qabağına 4400-ün özü düşür. Siz görürsünüz də bir sətir sürüşmə var. Bir sətir sürüşmənin səbəbi lag funksiyasıdır. 4400-dən əvvəl heç nə olmadığı üçün bura 0 düşür. Yəni 4400-ün qabağına 0 düşür. Daha sonra 13000 qabağına qarşısına 4400 düşür. Çünki 4400-ün qarşısında 0 olduğu üçün bura 0-dur. Yəni burada heç bir rəqəm yoxdur. Bura düşür. Bu 4400 çarpazına düşür. 13000 yenə çarpaza düşür və s. Lag funksiyanın köməyi bir əvvəlkini tapmaqdır. Yəni bir əvvəlkini sənə göstərsin. Yəni sadəcə bu məntiqlə işləyir. Biraz sürüşdürməklədir, yəni
Məcazi mənada deflər. Int funksiyası var. Bunun əksidir. Məsəl üçün, lag funksiyasında biz hansı ki roundda parametr yazırdıq, sonra onu -2, 2 və s. yazırdıq. Yəni göstərirdik ki, bizə nöqtədən sonra 2 ədədi göstərir və yaxud da ki, nöqtədən əvvəl 2 ədədi göstərir və s. Lag da elədir. Məsəl üçün, lagdə saları yazsın, heç nə yazmasın, o 1-1 düşəcək. Məsələn, bura -2 yazırıq. Gəlin görək nə göstərir. Sonra müsbət 2 də yazaq. Görək hansı nəticələr verir. Burada -2 yazıb bu artıq. Biz də yadınızdadsa length funksiyası keçəndə dedik axı heç vaxt uzunluq mənfi ola bilməz. Ona görə bu error verir bizdə. Yəni sən aşağı düşə bilmirsən. Onsuz da lagin öz məntiqi gedib özündən bir əvvəlkini tapmaq, ən yuxarıdakını tapmaq. Yəni məsəl üçün -2 biz subestlərdə istifadə edəndə gedirdi, məsəl üçün sözün axırından tapırdı, qabağa gəlirdi. Orada məsəl üçün hər hansı bir məntiq olur. Çünki uzunluq yox, daha çox indeksi əsaslanırdı. Gedirdi, məsəl üçün mənfi deyəndə sağa gedirdi, müsbət deyəndə sola gedirdi. Ancaq buradakı məntiq elədir ki, biraz yuxarı addımla və s. məntiqinə getmir. Burada artıq indeksə getmir. Çünki lagin özü indeks məntiqindədir. Sən ləqə 2 desən, məsələn, burada müsbət şəkildə yazaq. Ləqə 2 desən, gəlib baxaq. Məsələn, bu salar idi, saların özüdür. Bu da lag funksiyamızın özüdür. Bayaqları bizdə bir dənə null düşmüşdür. Çünki bir əvvəlkinə baxırıq. İndi biz ora 2 yazmışıq deyə, o indeks olaraq deyir ki, sən git özündən əvvəl ikisini tap. 4400-dən əvvəl zaten heç nə olmadığı üçün gedir ki, də null düşür bizə. 13.000-dən daha sonra gəlib 4400. Burada bir sürüşmə yox, 2 sürüşmə var. Bu aydın olur sizə. Biraz. Təhdidlər və s. işləyəndə situasiyaların üzrə daha aydın olacaq. Sadəcə başa düşün, məsəl üçün, lag niyə var, lagin məntiqi nədir? Bunu başa düşün, kifayət. Məsələn, biz envel funksiyası keçmişdik. Envel funksiyamız nə idi? Nulları əvəz eləmək. Aha. Yəni, nulları nəyinəsə əvəz edib, nul dəyər var. Mən keçərsiniz, lagi 2, məsəl üçün, 2 əvvələ atanda, orada özündən və heç nə olmadığı üçün onu nul kimi qəbul edir. Biz də deyirik ki, biz onu nul dəyər kimi görmək istəmirik. Onda enveldən istifadə edirik. Gəlin görək, bu necə verir. Və fikir verirsə, sintaksə baxın. Bu lagin özü işidir bura qədər. Baxın, lag, salar yazılıb, over, partition by, department ID, order by department. Bu analitik funksiyanın özüdür. Bir də burada vergül 0 yazılıb. Vergül 0 isə artıq buradakı NVL-in öz içidir. Yəni, deyir ki, bu bizim, məsəl üçün, NVL mötərizədə necə yazırdıqsa commission percentage, baxın, belə yazacağım ki, aydın olsun. NVL, məsələn, yazırdıq sütunun özün, commission PCT yazıb, sıfıra necə bərabərləşdirildi? Buradakı parametrimiz nədir? Commission percentage. Buradakı parametrimiz də elə lagin özüdür. Analitik funksiyanın özüdür. Buradakı sıfırda bu sıfırdır. Yəni ki, get burada bunun nəticəsində harada null görsən, onu sıfırına əvəz elə və onu yəni dəyər kimi qaytar. Null kimi qaytarma. Baxın, bu sıfırlarını əvəz edir. Gelir 4400'ü tapır. 2 arxaya atdığı üçün 4400 sıfırlayır. Və harada null görsə, onlar sıfırla, ondan sonrakiləri da dəyər kimi qaytarır. Yəni, olan dəyərlər kimi qaytarır. Yəni, biz, məsəl üçün, bir funksiya keçiriksə, həmin funksiya artıq bizlər bir dərsin özündə qalmır. Biz qarşı case'lərdə də onu istifadə edirik. Lead funksiyamız isə lag funksiyamızın əksidir. Özündən bir sonrakini göstərir. Məsələn, bura hr.info eləyək. Yəni, eyni sintaksisdir, sadəcə lead yazdır.
Lib nə edir dediniz? Ləqin əksidir. Ləq bir özünün əvvəlkini axtarırsa, lid isə özünün bir sonrakını əlavə edir. Məsələn, baxın, burada 4400-də ləq əvvəlkini axtarırdı, gedirdi 0 atırdı qarşıya. Çünki 4400-dən əvvəl heç nə yox idi. Lid isə özündən sonrakını atır. Məsələn, 4400-dən sonra 13000 gəlir. Bu 13000 burada da artır. Elə bil ki, bu sətirdə 4400 itdi. Ki bundan birinci sətirdən sonrakına baxır lid funksiyası. 13300, sonra 6000, sonra 1100. Ləqdə çarpaz belə gedirdi aşağıda, yuxarıdan aşağıya. Liddə isə aşağıdan yuxarıya gedir. Yəni 13000 buradaydı, artıq qalxdı bura. 6000 buradaydı, artıq qalxdı bura. İndi bu sütuna görə bunu göstərirəm. Yəni 6000 buradaydı, indi oldu burada. 11000 aşağıdadır, qalxdı yuxarı. Özündən bir sonrakını göstərir. Məsələn, lid 2-də yazsaq, yəni burada. HR employees edirəm. Özündən 2 sonrakını başlayacaq göstərməyə. Baxın, burada 4400-dür. Ondan 2 sonra 1, 2, 6000-dir. Və gəlir list 6000-də. 6000, 11000, 3100 və s. və var. Belə davam edir. Bir-birinə əks olan iki məntiqdir. Aydın oldu mu? Bəli, təşəkkürlər. Listə funksiyamız var. Listə funksiyası bizə kömək edir ki, məsələn, sadəcə cədvəldə olan bütün soyadları birləşdirib vergüldən ayırır. Sadəcə məntiq. Məsələn, gəlin buraya yazaq. Select ulduz from HR employees yazıram. Ulduzun əvəzinə last name yazıram. Ancaq last name sütununu görmək istəyirəm. Ancaq last name sütununu görürəm. Baxıram ki, adlar nədir? ABL, AND, ANTKI, son və s. da var. Mən bura first name yazdım, last name yazdım. Hə. Və hər departamentə görə sıralayır, order by eləyir. Yəni 10-cu departament, sonra 20-ci departamentdən əgər 5 dənə varsa, birinci 20-ci departament gəlir, sonra 30 və s. və s. Yəni sırayla düzdür. Last name gəlir və last name'i biz vergüldən ayırırıq. Və last name'in listəqin within group eləyir. İfadəsi budur. Gəlir, Fallon, Davis, Martinez, Bayda falan filan. Belə uzun bir kod halına gəlir. Çünki bizim onsuz da cədvəlimiz 107 sətirdən ibarətdir. Bu da ad soyadlar birləşdirib uzun bir sətr halına gəlir. Bir də səs harda lazım olar? Qarşımıza bir case çıxmadan bilə bilmərik. Amma yəni belə bir məntiq var da. Listə var. Bir sütunu bir sətrə gətirib çıxara bilir və bura nə işarəsi qoysaq bundan ayıracaq. Məsələn, burada var select yazılıb, distinct yazılıb, yəni yoxanlığı qorusun. Soyada görə within group order by department ID və department ID-yə görə qruplaşdırıb. Sonra department ID-ni də çıxarıb cədvələ görə. Qrup by kimi bir şeydir, qruplaşdırmaq üçündür. Necə? Within qruplaşdırmaq üçün istifadə olunur orada. Listəyə görə yazılıb ifadədir. Hə, ifadəsidir, hə, tamam. Yəni bizdə bu within qrup bizə kömək edir ki, hansı sıra ardıcıllığı ilə bu sətr düzüləcək. Yəni ona kömək edir. Yəni əsasən ona kömək edir. Başqa bir səbəbi yoxdur. Və burada gəlirik. Distinctdən də istifadə eləmişik axı. Hər departamentə görə çıxır. Məsələn, 90-cı departamentdə tutalım. 3 dənə işçi var, məsələn. Əslində 3 işçinin soyadına görə də burada birləşir.
10-cu departamentdə bayaqdan bilirik bir dənə işçi var, o bağlandı, olduğu kimi qalır. 60-cı departamentdə indi unikal işçi soyadına görə deyir. Bu məsəl üçün, məsələn, Azərbaycanda Məmmədova elə bir soyaddır ki, o eyni departamentdə, eyni şirkətdə 5-10 dənə adamda ola bilər. Adlar fərqli, soyad eyni. Məsəl üçün, tutalım, o da belə nəyəsə əsaslanıb statistika çıxartmaq istəyir və yaxud da ki, istəyir ki, hansı departamentdə hansı soyadlar var və s. İndi bu təbii ki, soyadlar, adlar üzərindən getməz, başqa bir şey də ola bilər. Hansı bir sütuna əsasən. Yəni, bu məntiq nədir ki, hər departamentə görə qruplaşdırır və hər işçinin soyadını birləşdirib bir sətirdə çıxartır. Bu bizə bunu kimi edir. Sonra Rans, Densrans və s. var. Bunlar biraz genişdir mövzudur. Yəni, entail'a da baxaq. Bizdə entail funksiyamız var. Entail funksiyasındakı analitik funksiyalardandır. Bizə gəlin baxaq, nədə kömək edir. Entail bizdə, məsəl üçün, qrup bayın bir növ oxşarıdır. Məsələn, burada görürsünüz ki, həm 1 yazılır, həm 2 yazılır. Entail bizdə əsasən kömək eləyir ki, məsələn, əgər mən entail yazıram və order by nəyə görə vermişəmsə, məsələn, biz burada order by nəyə görə verdik? Hire date-ə görə verdik. Yəni, həmin tarixdə işə qəbul olan insanları qruplaşdırır. Məsələn, baxın, burada 2015-ci ayın 8-ci ayın 17-sində işə qəbul olan adamı 2 dəfə göstərir. Hətta 2015-də ayın 6-sı 25 günü. Niyə göstərir bu? Yəni, məsələn, 2015 6-cı ayımız iyun ayıdır. İyun ayında 2 gün fərqi var, amma eyni ayda işə qəbul olan insanları qruplaşdırır. Onun qarşısına 2 yazır məsələn. Amma digər tarixlərdə tutan 1 yazılanlarda eyni ayda olanlar var və yaxud da ki, necəsə onları 1-lə. Məsəl üçün, və yaxud da ki, maaşa görə sıralaya bilərik, qruplaşdıra bilərik. Tutalım, mən bura salary yazıram. Məsəl üçün, maaşa görə qruplaşdıracaq. 4 qrupa böləcək. Məsələn, entail 4 yazmışamsa 4 qrupa böləcək. Gələcək bütün maaşları analiz edəcək. Məsələn, mən bura ulduz yox, salar yazaq ki, aydın görə bilək. Salar edək. Ancaq 2 sütuna görə. Məsələn, 2100 alan 1-dir, 2200 alan. Bunlar təkrarlanır, departamentə görə böyük ehtimal ki, fərqlənir. Bunlar maaşları bir-bir alır. Məsəl üçün, burada var yəqin ki, eyni departamentdə 3100 olan insanlar var və onları 2 kimi qruplaşdırdı. Və yaxud da ki, bunu departamentə görə. Yəni, entail'ın bizə kömək elədiyi odur ki, bir növ qruplaşdırır. Yəni, qruplara bölür. Məsəl üçün, ona biz deyirik ki, məsələn, bizim 10 işçimiz varsa, onu böləcək, onu 4 yerə böləcək və onu əsasən maaşların bir-birinə yaxınlıq, orta dərəcəsini götürəcək və onları qruplaşdıracaq. Tutalım, bizim 10 işçimiz var. 10 işçinin başlayır, məsələn, 3500 alır, 4000 alır, 4500 alır, 6000 alır, maksimum 8000 alır. Mən maksimumları tutalım, bizə 7000, 8000 isə o 4-cü qrup olacaq. Daha sonra ən kiçik alanlar 3000, 3500, 4000'dirsə, indi oradakı 3000-dən 8000 arasındakı ardıcılığa bax. Yəni, oradakı necə deyim? Sayı yox, sayı əsasən alınan miqdarı bölür 4 yerə və onun məntiqi əsasən özü avtomatik çıxarır ki, tutalım, 1 ilə 3 arası bu qədər insan alır. Bu bir qrup olsun, 2 ilə 3-cü dərəcədə insanlar bu qədər maaş alır, onları qruplaşdırır və qruplara bölür.
Bu məsəl üçün sizə bir yəni bir task verilir. Tamam, deyilir ki, aylıq finance departamenti üzrə maaş alan insanları qruplaşdırın. Bir neçə qrupa bölün. Finance departamenti geniş departamenti, onun marketingi var. Marketingi yox, analitikası var, maaş hesablayanı var və s. beləxır. Hər birinin maaşı da vəzifəsinə görə fərqlənir. O deyir ki, gəlin qruplaşdıraq. Bu qədər, ya bir departamentdə fərqli neçə nəfər maaş alırsa, onu ortaqlaşdırıb, qruplaşdırır və s. Belə кейslər ola bilər. Entire bizə bu kömək edir. Yəni biz gedib onu artıq özümüz manual istifadə edib qruplaşdırırıq. O Entire bizə öz avtomatik qrupları çıxardır. Birinci qrup, ikinci qrup, üçüncü qrup və s. Aydın oldu belə. Analitik funksiyalardan bu qədər. Hələ ki, gələn dərs rank, dance, rank rolundan burada səhv keçərik. Bir də mən joinlərdən sizə cross join deməmişəm. Cross join haqqında məlumat vermişəm. Xatırlamırsınız? Məncə verməmişəm. Gələn dərs onu da əlavə edərik. İsim gəlir. Bəli, bəli. Bu gün keçdiklərimizlə bağlı nəsə sual var. Deyəsən, mən ancaq Zümrə xanım dinləyir. Başqa heç kimdən? Xeyr, yox. Əla. Tasklar və s. drive-a yüklənəcək. Analitik funksiyalardan işləyək. Bir də məsəl üçün biz ilk dərslər mən onlayn saytlar deyirdim. Məsəl üçün W3 School var, W3 Resource var, HackerRank var və s. Heç o saytlardan istifadə edirsiniz. Prosta maraq üçün zor. O saytlardan istifadə eləməm. Hələ ki. Məsəl üçün siz onu yəni Python'da və s. Python'da istifadə etmənizə tasklar və s. işləyirsiniz, statistikada olsun. Yəni bu saytlardan maraqlanmışsınız. Sizin özünüzün self-study etməyiniz. Məsəl üçün, tamam, bugün analitik funksiya keçdik. Dərsdə işlədiyimiz tasklar təbii ki, onlara oxşar tasklar götürülür. Adısı ilə paralel, məsələn, baxılır, oxşarlar seçilir və s. Amma biraz da məncə çalışın o tasklara da yönəlin. Yəni, məsəl üçün, burada 10 task verilirsə, siz gedin 10 taskda orada baxın, özünüz araşdırın biraz. Çünki, yəni, istər-istəməz yəni, bizim dərsdə danışdığımızla SQL bitmir. SQL, Python, hamısı çox dərin mövzulardır, yəni dərin proqramlardır. Biraz araşdırın, həm self-study edin, həm də bu sizin, məsəl üçün, indi hər birimizin ixtisası demək olar ki, analitik yönəlir ki, biz bu proqramları və s. keçirik də. Biraz özünüz araşdırma edin, research qabiliyyətimizi artıraq. Həm taskları işləyək, həm də indi məsəl üçün keçdiyimiz dərsləri daha dərinləşdirək ki, bu zaten ixtisasımızın özünü tələb etdiyi bir şeydir. Siz sabahların bir şirkətdə nə isə analiz eləmək üçün də axtarmalısınız. Niyə, hardan nə gəldi, mənbə nədir və s. onu axtarıb tapmaq lazımdır. Yəni, tövsiyə edirəm. Vaxt tapdır. Təbii ki, hər kəs işləyir, yorulur və s. Amma ən azından gündə bir 10-15 dəqiqə, yarım saat belə göz gəzdirin sayda. Oldu müəllim. Nəsə sualınız yoxdursa bitirə bilərik bu günlük. Evet. Çox sağ olun. Sağ olun. Sağ olun.